bölgələrdə ən əziz çərşənbələrdən biridir. Çox müqəddəs keçirilən çərşənbə və yaxud da bu çərşənbə demək olar ki, elə bütün bölgələrimizdə daha önəmli şəkildə keçirilir. 4-cü çərşənbəmiz bəzən yel, bəzən torpaq çərşənbəsi adı altında keçirilir və ən əsası il axır çərşənbədir. İlin axırıncı çərşənbəsi olaraq qeyd olunur və bu çərşənbələrdə ayinlər icra olunur, fallara baxırlar, qızlar öncədən öz bəxtlərinin bilinməsini və yaxud da taleyində nəyin dəyişəcəyini öyrənmək üçün. Ondan əlavə bəzən ailə quranların evlad arzusu var. O, bəzən uzaqda olanlarının gəlmək arzusu, ali məktəbə qəbul olmaq istəyən gənclərimiz nə qədər bu arzuları yerinə yetirmək üçün qulaq falına çıxırlar və bu fallarla yanaşı həm də bölgələrimizdə bəzi bölgələrdə çillə gecələri, bəzi bölgələrdə isə dan atma gecələri keçirilir ki, bu gecəni də insanlar sübh tezdən səhərə qədər yatmırlar və danın söküləndə, dan sökülən vaxtı günəş doğanda su başına gedərlər, oradan lal su gətirərlər və keçmiş zamanda bu qara zurnanın sədası bir də sazın sədası altında keçirilərdi. Xalqı musiqi ilə oyadar, həm də yeni ilin, yeni günün gəlişinə bir işarə idi bu. Və böyüklərimiz, ağsaqqallarımız yığışardılar, qaravəlilər söyləyərdilər, başlarına gələn əhvalatlardan danışardılar, aşıqlar meydan alardı. Sazın bayramı hər zaman yazın bayramı olubdu. Yazın gəlişi ilə sazlarımız meydan alıb və aşıqlar söylədikləri bu qaravəllilərdə ibrətamiz ifadələr daha çox idi, ustadnamələr daha çox idi. Qısa lakonik dastanlardan danışa bilirdilər, dastanın müəyyən hissələrindən danışa bilirdilər. Bəzən gülməli olsun deyə yatanı döşəyə, yorğana tikərdilər ki, o oyananda özünü yuxulu hesab etsin və səhər çağı gedib gətirdiyi sulardan isə hər kəs içər, təmizlənər. Qızlarımız həmin sudan fala baxardılar. Və bu çərşənbədə bizim bayram tonqallarımız, təbii ki, çərşənbə tonqallarımız yenə qalanardı, yenə üstündən atlanmalar olardı və 4-cü çərşənbədə bizim uşaqlarımızın, əzizlərimizin sevdiyi papaq atma mərasimi daha çox icra olunur. Qulaq falıdır, papaq atmadır. Bunlar təbii ki, qulaq falına gənclərimiz də çıxır, böyüklərimiz də, amma papaq atmanı uşaqlarımız edər. Bu da onlar üçün bir nüxusdur, bir bayram payını almaqdır. Onunla yanaşı həm də qapıların döyülüb, o qapıya uşaq səsinin gəlməsi deməkdir. O qapının həmin günü açılıb, qapının üzü açılanda təbii ki, evdə bir əhval-ruhiyyənin dəyişməsinə işarə edir. 4-cü çərşənbədə ellinliklə, obalıqla hamı çərşənbəni necə gözəl keçirərsə, inanca görə il boyu süfrələri ruzlu, bərəkətli olsun deyə bəzi bölgələrimizdə süfrəni sadəcə çörək götürməklə açıq saxlayarlar ki, Novruz bayramından sonraki il növbəti ilə qədər ruzlu, bərəkətli gəlsin.